Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Ya muallime Adem ve İbrahim allimna ve ya mufehhime Süleyman fehhimna. Allahümme fakkihna fi'd-din, Allahümme fakkihna fi'd-din, Allahümme fakkihna fi'd-din. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli Müslümanlar, biz 11 dersten 2 fəsil bitirdik, 4 fəsildən. Və bugün başlayırıq üçüncü fəslə. Və bu üçüncü fəslə başlamaqla inşallah biz artıq imanın o bildiyimiz 6 ərkanı ki, sütunu ki var, Allaha iman, onun mələklərinə, kitablarına, peyğəmbər və s. Bunların ən birincisi olan başda ki, bütün digərləri o 6 dənədən geri qalan 5 imanın sütunları ki var, onların hamısı Allaha imana bağlıdır. Allaha imana tabedir. Yəni mələklərə niyə iman gətirir? Çünki Allah göndərib onları. Onlar haqqında bizə xəbər verib. Kitablarına, həmçinin peyğəmbərinə, həmçinin sallallahu əleyhi və səlləm və bütün digər məsələn axirət olsun, xeyr, yəni qədər olsun, xeyrinə, şərrin hamısı onların haqqında Allah Subhanahu va Taala bizə məlumat verdiyi üçün ona iman gətirməyə vacib buyurduğu üçün iman gətirir. Ona görə bunların hamısının başında həmin o 6 sütun başında Allaha iman gəlir ki, ona görə də bu dərsliyin demək olar 4 cildin 2 cildi tamamilə Allaha iman ilə bağlıdır. Allaha iman ilə bağlıdır. Diğer mövzular artıq 3-cü və 4-cü və ondan başqa mövzular hamısı 3-cü və 4-cü cilddə gələcək. Deməli, bu Allaha iman da əsas 2 mövzudan ibarətdir. Allaha iman 2 mövzudan ibarətdir. Bir, onun varlığına iman ki, Allah mövcuddur. Bir də onun tövhidinə iman. Yəni təkliklə ki, biz ən başda burada Allahın tövhidinə imanı bu dərsdən etibarən başlayırıq. Allahın varlığına dair isə o rübubiyyətin içində qismlərdən biri olaraq gələcək. Sadəcə sıralama olaraq birinci tövhid. Deməli, 3-cü fəsil nədir? Bu birinci semestrin birinci cilt. Birinci semestr birinci cilddən ibarətdir. Bunun 3-cü fəsli tövhid adlanır. Ki, dərsdə də bu cür yazmışıq. İndi keçək mətnə. Deməli, 12-ci dərsə 3-cü fəsil tövhid. Bu fəsildə keçəcəyimiz 1. Tövhidin tərifi və məqamı. Mənzil deyilir. Yəni, bizim dildə daha məqam, yəni tövhidin dərəcəsi, yəni dində olan məqamı, mövqeyi, yəni əhəmiyyəti. İkinci mövzu tövhidin fərdi şəxsə təsiri. Yəni fərdi olaraq hər birimizə, hər bir insana tövhidin təsiri və ictimaiyyətə olan təsiri də gələcək şübhəsiz mövzuda. Sadəcə burada kitabda o cür yazılır mətndə. Tövhidin fərdə, yəni fərdi şəxsə olan təsiri. Üçüncü mövzu isə bu fəsildə keçəcəyimiz İslamın məhz tövhid, tövhidin isə bütün rəsulların aleyhissalatu vesselam dini olmasının bəyanı. Yəni bəyan edəcək üçüncü mövzuda ki, İslam dini məhz tövhiddir, tövhiddən ibarət, tövhid İslamdır, İslam dinində tövhiddir və bu din İstəyirsiniz onu tövhid adlandırın, istəyirsiniz İslam ki, biz bunu nədir? Ən birinci dərsdə keçmişik ki, tövhid elmi, iman elmi, əqidə elmi, şəriət, sünnə, bunlar hamısı nədir? Oxşar mənalı və alimlərin qədimdən bugünə qədər istifadə etdiyi terminlərdir, istifadə etdiyi sözlərdir ki, onlar hamısı eyni məna bildirir. Yəni, tövhid deyəndə iman, iman deyəndə İslam, İslam deyəndə bu cür ümumən etiqad elmi bu cür adlarla adlanır. Ona görə orada üçüncü mövzuda nə bəyan olunacaq ki, İslam məsələ tövhiddir. İslam dini tövhiddən ibarətdir ki, bunun daha geniş izahı gələcək. Tövhid isə nədir? Bütün rəsulların dinidir. Bu bəyan olunacaq. Deməli, burada nədir? Həmən tövhid biz deyəndə niyə görə İslam dinini nəzərdə tuturuq? Məsələn, İslam dini deyirik, tövhid dinidir. Tövhidi öyrənmək lazım, yəni İslam dinini və yaxud əqidəni öyrənmək lazım. Bu, ərəb üslublarında ki, bu Quran-Kərimdə də var, ümumiyyətlə ərəblərin sözlərində də üslubu var. Üslub, yəni bir şeyin hissəsi, bir şeyin bir parçası olan bütöv bir şey var. Məsələn, İslam dini. İslam dini təkcə tövhiddən ibarət deyil. Tövhiddən başqa bir şeylər də var ki, əsası tövhiddir şübhəsiz. Yəni, İslam dini bütöv bir şeydir. Məsələn, İslam dinindən niyə görə onun bir hissəsi olan tövhid
adını koyuruq. Məsələn, tövhid deyəndə İslam nəzərdə tutulur. Məsələn, bunu ərəblərdə nə deyirlər? Bir hissə, cüz, hətta yəni daha əhəmiyyətli cüz. Bir hissəni, yəni bütöv bir şeyə ad olaraq istifadə etmək. Məsələn, namaza aid. Məsələn, görürsünüz ki, Qurani-Kərimdə gəlir, səcdə edin və yaxud rükû edin. Orada namaz nəzərdə tutulur. Halbuki rükû da səcdə də namazın bir hissəsidir. Yəni bütün namaz rükûdan, səcdən ibarət deyil. Başqa şey də var, qiyamı da var, səcdə arası, qiyam və sair digər bildiyimiz rükünlər var. Düzdür? Bu nədir? Bu nə deyirlər? Həmin o bütöv bir şeyin bir hissəsini ona ad qoyaraq istifadə etmək. Bir hissəsini onun yerinə ad qoyub istifadə edirsən, ona aid edirsən. Ona görə məsələn İslam dini nə qədər geniş olsa da, amma üstəlik bu tövhid onun ən əhəmiyyətli, ən mühüm hissəsi olduğu üçün bu hissə ilə tövhid adını İslam dininə istifadə edərək İslama tövhid deyirik məsələn. İslam dini, yəni tövhid dini. Bu cür bir üslub. Keçdiyimiz kimi əqidə, iman və s. bunlar hamısı əqidəyə, etiqada, tövhidə aid istifadə olunur bu sözlər. Deməli, başda yenə bir bu tam mətndən keçmədən, davam etmədən burada bir-iki şeylər var. Məsələn, kəlmə-i şəhadət ki, tövhiddən danışırıq. Kəlmə-i şəhadət ki, orada iki şəhadət var, şəhadətən. İki şəhadət nədir? Allahın haqq məbud, tək haqq məbud olmasına dair və Muhammedin sallallahu aleyhi ve sellem onun qulu və elçisi olmasına dair kəlmə-i şəhadət, şahid deyilik, düzdür? Bunlar hamısı nədir? Həmən kəlmə-i şəhadət iki hissədən ibarətdir. Biri nədir? Mursil deyilən, kəsərli fail kimi, yəni göndərən, yəni Allahı, Peyğəmbəri göndərən Allah, mələkləri və kitabları göndərən Allah nəzərdə tutulur. Bir onun tövhidi var ki, ümumən heç bir qeyd şərtsiz, məsələn biz mütləq deyirik, mütləq. Qeyd və şərtsiz zikr olunanda tövhid deyiləndə bu tövhid nəzərdə tutulur. Yəni Peyğəmbəri, dini göndərən Allahın tövhid nəzərdə tutulur. Allahı tövhid etmək ki, bunun mənası, tərifi hamısı gələcək ki, qeyd-şərtsiz bu tövhid nəzərdə tutulur. Bir də başqa tövhidlər var. Ara-sıra biz bu dərslərdə keçmişik. Məsələn, keçmişdik, məslərin tövhidi var, qaynaq eyni olmalıdır, etiqadı götürməkdə, hətta fiqh əhkamları götürməkdə. Bir də ki, mursəl məful olaraq, yəni mursil göndərən deyil, göndərilənin tövhidi. Göndərilən kimdir? Muhammed sallallahu aleyhi ve sellem ki, bu ümmətə Muhammed sallallahu aleyhi ve sellem göndərilmişdir. Və bir də onun tövhidi var. Onun tövhidi nədir? Ona itaətdə, ona tabi olmaqda, onu tövhid etmək, yəni Peyğəmbərimizi sallallahu aleyhi ve sellem bu şeylərdə, itaətdə, yəni mütəbə, yəni ardınca düşməkdə, tabi olmaqda, onun yolunu izləməkdə, onu tək tutmaq, onu tövhid etmək, tək tutmaq, o da bu mənada gəlir ki, bildiyimiz ki, Muhammed Resulullah'ın bu daha ətraflı, geniş şəkildə gələcək o bir dərslərdə yerində ki, yeri gəlmişkən burada 4 şərti var əsas. Rasulullah sallallahu aleyhi ve sellem'i tövhid etməyinə nə mənaya gəlir? Yəni, onun əmr etdiyi şeylərdə, yəni ardıcılıq da desək, onun xəbər verdiyi şeylərdə, məsələn, hədislərlə və s. xəbər verdiyi şeylərdə onu təsdiq etmək. Ki, xəbər vermişdirsə, isnad səhihdirsə kifayətdir, yəni zəif deyil, uydurma deyil, onu təsdiq etmək, xəbər verdiyi şeylərdə. Əmr etdiyi şeylərdə itaət etmək, əmr etdiyi şeyləri yerinə yetirmək, nəhy etdiyi şeylərdən çəkinmək, bu üçüncü, 1, 2, 3 və dördüncü, Allaha yalnız onun gətirdiyi şəriətlə, yəni Peyğəmbərin sallallahu aleyhi ve sellem gətirdiyi şəriətlə nədir? İbadət etmək, estağfurullah, bu yeni bizim arzu olunmaz qonaqlar var burada, ondan çıxarmaq istəyir. Bir dəqiqə. Çıxdılar mı özləri? Biz gözləməz Allah'a çapışın. Deməli, deməli, 4 şərtini dedik biz. Ondan sonra hətta İbn Qeyyimin Nuniyyə adlı şeiri var. Nuniyyə orada etiqad. Nuniyyə niyə görə deyirlər? Məsələn, Raiyyə, Təhiyyə, Nuniyyə. Son, yəni beytin son
e, hərfi nun hərfi ilə qurtarır yenə. Ona görə nədir? Nuniyə məsələn deyirlər. Adı elə Nuniyədir. Orada məsələn burada qeyd eləmişəm şeyximiz arada stat gətirir bəzi şeylərlə. Bu nədir? Fəli vahidin kun vahidən fi vahidin. Yani tariqal haqqi vel imani. Orada sonda nun hərfi gəlir ona görə. Son hamısı ima belə əni ilə qurtarır. Yəni tək üçün burada Allah nəzərdə tutulur. Birinci şey cümlə olaraq deyim. Tək üçün tək ol təkdə. Bununla İbn Qeymin bu beytidir. Bununla mən haqq və iman yolunu qəsd edirəm. Yəni tək üçün kim nə Allah nəzərdə tutulur. Yəni tək Allah üçün tək ol. Yəni sən də tək ol. İbadətdə, uluhiyyətdə keçəcəyimiz şey Allaha xas olan haqq və xüsusiyyətlərindən nədir? Onu tək tut və təkdə, təkdən tək yolla get. Yəni o da peyğəmbərin sallallahu əleyhi və səlləm tövhididir. Yəni tək ona tabe olaraq tək onun şəriətini qəbul edərək onun əmr etdiyi şəkildə, bildirdiyi şəkildə bu cür get, tək üçün tək ol. Bu cür bir şeiri vardı. İndi keçək biz mətnə. Deməli, mətndə həmən mövzu artıq 1, 2, 3 birinci ardıcılıqla birinci mövzuya başlayırıq. O da nədir? Tövhidin tərifi və məqamı. Tövhidin tərifi ən birinci. Tövhid sözlükdə, yəni ən birinci, ən çox nə? Artıq biz əvvəlki etiqad dərslərində və ən çox fiqh dərslərində bunu keçmişik. Yəni bir sözün görürsünüz ki, ən birinci şübhəsiz lüğəti mənasını açıqlayırlar. Sonra artıq ya şəri, ya istilahi ki, bunların arasında fərq keçmişdir. Bəzən örfi mənada açıqlanır və burada tövhid sözü sözlükdə, yəni lüğətdə, lüğəvi mənası nədir? Çox vaxt ərəbcədə vahhədə yuvahhidu. Yəni ya vahhədə yuvahhidu feilinin məstəri olub vahhədə yuvahhidu təvhidən. Məstəri olub tövhidən, burada tövhidən həmən o məstər olaraq nasda deyirlər, kəlməsidir. Bu ərəb dilinə aiddir. Yəni bir şeyi tək tutmaq mənası nədir? Bir şeyi tək tutmaq, tək saymaq, təkləmək, təkləşdirmək. İstilahda isə Allaha əsas olan Allaha əsas olabilir. Əsas olan yazmış olan yaxtas. Allah xas olan. Əsas deyil bu. Xas. Bir dəqiqə. Allaha xas olan, xəttimiz özümüzlə başa çıxıyor. Orada xaslı düzəldərik sonra. Allaha xas olan üluhiyyət, rububiyyət və isim və sifətdə Allahı təkləmək. Yəni bu üç şey Allaha xasdır. Allah ki, başqa təriflər də var, işarət edəcəyim. Bu üluhiyyət, rububiyyət və isim sifət ki var. Bu Allaha xasdır. Və Allaha xas olan həmən bu üç şeydə Allahı təkləmək, tək tutmaq, tək saymaq, təkləşdirmək. İndi bu mənalı sözlərdir. Yəni tövhid istilahda Allah'a tövhid etmək. Tövhid sözünün mənası nədir? Həmən o üç Allah'a xas olan bu üç şeylər ki var. Bu şeylərdə Allahı tək tutmaq, tək saymaq, təkləmək, bir saymaq. Tövhid dil və şəriətin təməlində təkləşdirmək mənasındadır. Yəni dil cəhətdən də, şəriət baxımından, yəni lüğəvi mənada, şəri mənada təməlində, yəni əsl olan əsasda onların mənası nədir? Kökündə əsas məna təkləşdirmək mənasındadır. Bir şeyi tək tutmaq. Yəni Allahı tək olduğu bu xüsusiyyətlərdə, yəni bu xüsusiyyətlərdə Allah təkdir və tək olduğu bu xüsusiyyətlərdə həmən o az öncə dediyi uluhiyyət, rububiyyət, ism, sifət bu şeylərdə tək saymaq. Tövhid odur. Bunlarda həmən eyni üç xüsusiyyətdə ona, Allaha heç kəs şərik deyildir. Bu şeylərdə ona heç kəs şərik deyildir, yəni şəriki yoxdur. Məqamı da nə qədər yüksək olursa olsun, yəni həmən o Allah qorusun, Allaha qoşulan şəriklər ki var, kim olursa olsun, kimliyindən asılı olmayaraq, məqamı, yəni dərəcəsi, səviyyəsi və s. nə olursa olsun, amma bu şeylərdə, yəni çünki bu şeylər xas Allaha xasdır, Allaha özəldir, yalnız Allaha məxsusdur. Ona bu şeylərdə Allaha şərik deyildir onlar, heç biri, kim olursa olsun və fərqi yoxdur. Bu elə bil ki,
nədir bunu izahı olaraq, bəyanı olaraq davam edir. Fərqi yoxdur. Həmin bu Allah qorusun şərik qoşulanlar ki var, istər yaxınlaşdırılmış bir mələk olsun ki, mələklərin içində ən fəzilətləri Allaha yaxınlaşdırılmış mələklər və ya göndərilmiş bir peyğəmbər olsun ki, bu Adəm övladlarının ən üstünləridir. Hə? Göndərilən peyğəmbərlər. İstər bu cür göndərilən bir peyğəmbər olsun və yaxud salih bir kişi olsun. Yəni peyğəmbər olmayan digər Adəm övladları ki var, onların içində yaxud salih bir insan olsa fərqi yoxdur. Ya bu niyə bunlar misal gətirir ən çox? Ki bunlar mələklərin içində, Adəm övladlarının içində ən üstün, ən fəzilətli insanlardır və yaxud mələklərdir, məxluqlardır. Ki bunlar belə Allaha şərik qoşula bilməz. Allaha şərik qoşula bilməz. Ona görə ondan aşağı olan, nə peyğəmbər olan, nə mələk olan, nə salih bir insan olan şübhəsiz heç də şərik qoşulmaz yəni. Ona görə yəni ən üst, ən fəzilətləri misal gətirirlər ki, onlardan fəzilətdə daha aşağı olanlar, yəni heç şübhəsiz heç də şərik qoşulmaz. Sonra arada burada qeydlərə baxaq. Bu lüğətdə burada bir lüğətlə bağlı düzdür. Bizim dildə o qədər də hiss olunmadı. Lüğətdə biz nə dedik? Yəni bir şeyi tək tutmaq. Əslində ərəbcə cəal, tək etmək, qılmaq mənasındadır. Bəzi alimlər bu tərifə mülahizələri var. Deyirlər ki, bu tərif əslində doğru deyil. Heç Allah haqqında bu cür demək cəal, yəni etmək. Yəni Allahı tək etmək sanki, yəni sən Allahı tək edirsən. Sanki əstəğfurullah mənaca ərəbcə bu cür anlaşılır. Yəni ona görə nədir? Təriflərin üzərində o qədər şeylər var. Necə deyim? Münaqişələr, mübahisələr, bu doğru deyil, bu tam deyil, bu naqisdir, bura bundan olmayan şeylər də daxildir, məsələn, daha genişdir deyə ona aid olmayan şeyləri də o tərifin içine ala bilirsən və s. Ona görə alimlər nədir? Məsələn, deyirlər ki, Allahın təkliyi, vəhdaniyyəti, təkliyi, yəni kiminsə qılması ilə o onu tək tutdu deyənə, onu tək etdi, qıldı deyənə təkdir yox. Mənaca sanki elə çıxır ki, əstəğfirullah, sanki başqa ilahlar da var, sən, yəni haqq ilahlar. Ki başqa batıl ilahlar var biz bilirik. Amma haqq ilah yalnız Allah'tır. Subhanahu wa Teala. Yəni elə anlaşılır ki o tərifdən sanki başqa bir ilahlar da var ki biz kimsə onu Allahı tək edir. Onların içindən onu tək qılır. Ona görə nədir? Daha dəqiq ki daha dəqiq təriflərdən biri nədir? Allahı təkliyə nisbət etmək. Yəni Allah onsuz da təkdir, haqq ilahdır. Amma insan etiqadında Allahı təkliyə nisbət etməlidir. Deməlidir ki, Allahdan başqa haqq ilah yoxdur, yaxud ibadətə layiq məbud yoxdur. Və bunu nədir? Həmin o təkliyə nisbət etmək, qılmaq yox. Qılmaq bizlik deyil. Nisbət etmək. Etiqadında, fikrində onu nisbət edirsən Allahı təkliyə və bu nədir? Allahı həmin o tövhid etmiş sayılırsan. Sonra burada bunu dedik. Və istilahi mənada isə az öncə oxuduğumuz tərif, başqa tərif buna oxşar. Yəni məna hamısı eyni məna ətrafında dövr edər. Sözlər eyni məna ətrafında dövr edər. Məsələn biz deyirik istilahda necə dedik? Allaha xas olan uluhiyyət, rububiyyət və ism və sifətdə Allahı təkləmək. Yəni orada deyirlər Allaha xas məbudu təkləmək, ibadətdə təkləmək, məbud ki Allahdır. Allahdan başqa haqq məbudu yoxdur. Yəni bu cür buna oxşar sözlərdə Allahı zatında məsələn deyirlər, feillərində, sifətlərində bu cür ifadə edirlər. Məsələn, uluhiyyəti, rububiyyəti bəzən birini Allahın zatında, Allahı zatında tək tutmaq, tək saymaq. Rububiyyətində məsələn orada feillər var. Allahı feillərində tək saymaq. Bu cür buna fərqli, buna oxşar bir təriflər var, amma mənası hamısı eynidir, oxşardır. Başqa nə deyirlər? Məsələn, rububiyyət və ism sifət tövhidini məsələn əvvəllər bir şeydə, hətta sonralar belə alimlər görürsünüz ki, bir şeydə cəm edirlər. O da nədir? Elmi, elmi tövhid buna deyirlər. Elm, yəni neyi etiqad etməliyik, neyi bilməliyik Allahın rububiyyətində və ism və sifətlərə dair neyi bilməliyiksə,
Buna elmi tövhid deyirlər. Bir də var əməli, tələbi də deyirlər məsələn. Tövhid o artıq üluhiyyət tövhididir. Məsələn, birincinə rububiyyət və isim sifət daxildir. İkincinə tələbi, yəni üluhiyyət tövhidi, ibadət tövhidi də deyirlər. İbadət tövhidi daxildir. Bu artıq bəndədən, bizdən istənilən bir tövhiddir. Yəni əməldə Allahı tək tutmalıyıq. Yalnız Allaha ibadət etməliyik. Yəni, bu cürdə təriflər bu fərqli elm və mərifət məsələn bu cür deyirlər. İstilahda bunu bu cür ikiyə də ayrılır. Sonradan alimlər nə deyir? Məsələn, əslində isim sifət tövhidi rububiyyət tövhidinə daxildir. İsim sifət tövhidi rububiyyət tövhidinə daxildir əslində. Ki ikisi də bir yerdə dediyimiz ki, elm və mərifət tövhidinə aiddir. Sadəcə sonralar isim sifət tövhidində daha çox bu mübahisələr, tartışmalar və s. meydana gəldiyi üçün nədir? Onu daha təfsilatlı şəkildə öyrənib, öyrətmək bu cür bölgəyə getmişlər ki, necə deyərlər, ara sıra təkrarlayırıq. O istilahlarda yəni simiclik, xəsislik yoxdur. Yetər ki, o elm əhli onu eləsin, Quran və sünnəyə zidd olmasın, müxalif olmasın. Məsələni daha gözəl anlayıb anlatmaq üçün bu bölgəyə alimlər, məsələn, görürsünüz ki, bəziləri 2 yerə, bəziləri 3 yerə, bəziləri daha çox yerə bölürlər. Ki, müasir dövrdə var, yəni 4-5 bölgəyə bölənlər var və alimlər deyir, problem yoxdur. Məsələn, bu bölgədə Quran və sünnəyə zidd bir şey yox. Daha gözəl anlamaq üçün də həmən rububiyyətin içində başqa bir şey də çıxardıb ayrı bir qism olaraq çıxardılar. Necə ki, bu fiqh kitablarında biz görürük ki, məsələn, bir məsələdə kitab-ı tahara ən birincinə keçirik. Halbuki taharət namazın şərtidir. O kitab-ı salətdə olmalıdır ki, əvvəl elə idi. Kitab-ı salətdə. Sadəcə məsələləri kitab niyə görə edirlər? Babları çoxdur. Məsələlər daha çox genişdir, şaxəlidir. Ona görə onun içindən kitab-ı salətdən çıxardıb ayrı bir kitab, ayrı bir yəni içində çoxlu məsələlər, bablar olan ayrı bir fəsil olaraq, ayrı bir mövzu olaraq çıxardılar. Yəni bu da ona bənzər bir şeydir ki, bu şeydə dediyimiz kimi sadəcə bu bizlik deyil, bu elm əhlilik. Bizlik sizlik deyil bu, yəni biz də özümüzdən çıxardaq, bu belə də qismi var imiş, elə də qismi var imiş, yox. Elm əhli bunu edirsə, inşallah heç bir problem yox. Sonra biz qaldıq tövhidin istilahi mənasında fərqi yoxdur. Bu həmən burada qaldı. Peyğəmbər olsun, yəni göndərilmiş, yaxınlaşdırılmış mələk olsun və ya göndərilmiş bir peyğəmbər olsun və yaxud salih bir kişi olsun. Fərqi yoxdur. Yəni nədir? Allaha bu xüsusiyyətlərdə heç bir şərik yoxdur. Allahı bu xüsusiyyətlərə tək saymalıyıq, tək olduğuna etiqad etməliyik. Sonra davam edir. Bilinməlidir ki, bu üç şey, həmən üluhiyyət, rububiyyət, isim sifət ki, bunların hər biri ayrı-ayrı gələcək. Hər biri ayrı-ayrı geniş şəkildə, təfsilatlı şəkildə gələcək. Bilinməlidir ki, bu üç şey birləşməyincə, yəni bir yerdə olmayınca, yəni biri var, ikisi yox, ikisi var, biri yox, yox. Üç şey birləşməyincə tövhid düzgün olmaz, sayılmaz. Qəlb, bu üç şey nədir? Yəni, əstəğfurullah, burada üç şey deyiləcək bir şey. Həmin uluhiyyət yox ki, onlar da olmalıdır. Burada deyiləcək şey nədir? Bunlar qəlbdə onu iqrar etmək, həmin tövhidi hər bir kəs ki, müsəlman olan, tövhid əhli olmaq istəyən kəs, qəlbdə ən birinci bunu iqrar etməlidir ki, əsl olan budur. Ondan sonra, ondan digəri qəlbin, yəni biz o iman tərifi də iman gələcək. Yəni bunlar üçü də olmalıdır. Yəni bu olmazsa o da olmaz, o olmazsa bu da olmaz. Sadəcə bu, həmən o, yəni məna olaraq tövhidin həyata keçirilməsi üçün bunu deyir ki, bunlar üçü də olmalıdır. Ən birinci nədir? Qəlbdə onu iqrar etməlisən. Qəbul edib, etiraf etməlisən. Sonra isə qəlbdə bunu iqrar edən insan şübhəsiz ki, niyə görə edilir? Bunlar deyirlər tabi olan xüsusiyyətlərdir. Amma üçü də olmalıdır. Ki qəlbdə bu varsa, mütləq dilə, əmələ bu vurmalıdır, büruzə verməlidir. İkinci nədir? Qəlbdə iqrar edəndən sonra dil ilə onu tələffüz etmək. Həmən tövhidi dil ilə tələffüz edəcəksən. Ki biz dedik ki, nədir? O, Allahın və Rəsulunun sallallahu aleyhi ve sellem tövhidi, kəlmə-i şəhadətin ikisində də nədir? Daxildir. İkisində tərkib hissəsidir. Ondan sonra isə əzalar, yəni bədən üzvləri ilə ona əməl etmək, həmən tövhidə də əməl etmək. Yəni qəlb, dil və əzalar. Sonra Şeyx Muhammed ibn Abdülvahhab, Şeyx, onun üzərləri
rahimehullah Kəşf-ü Şubuhat adlı kitabında demiştir. Demiştir ki, ixtilaf yoktur ki, tövhid qəlb, dil və əməllə olmalıdır. Bunda ixtilaf yok. Fikir verin, bu icmadır. Bu ixtilaf deyil. İxtilaf eləyibsə, bu bidət əhli eləyib. Yəni, Əhl-i və Cəmaat-ı Sələf Salihin arasında bu barədə heç bir ixtilaf yoktur ki, tövhid qəlb, dil və əməllə olmalıdır. Bunlardan hər hansı bir şey, məsələn, qəlb var, dil var, əməl yoxdur. Dil, əməl var, qəlbdə bu yoxdur. Və yaxud yəni istədiyiniz kimi bu cür şəkillərin fərqi yoxdur. Hər hansı birini və yaxud daha pis, ikisi əksik edəriksə, Allah korusun, bu artıq tövhid deyil. Ona görə davamında deyir ki, Şeyx Rahimullah deyir ki, bunlardan hər hansı bir şey, bu üç şeydən əksik olarsa, kişi müsəlman olmaz. Yəni insan, o əksikliyi olan insan nədir? Müsəlman olmaz, müsəlman sayılmaz. Sonra tövhid kelimesinin burada ara sıra bir parada bakıram paralel olarak geliyor. Ahıra saklamayaq. Ahırda unutulur. Bunu dedik. Deməli, rububiyyət və ism sifət tövhidində vacib olan nədir? Həmən o elm və mərifət tövhidində. Orada nəfi və isbatdır əsas o. Yəni, neyi ki, Allah subhanahu teala və yaxud Resulü sallallahu aleyhi ve sellem sünnədə, Allah subhanahu teala kitabda neyi ki, isbat elədi, biz də isbat eləyin. Neyi nəfi etdi, yəni inkar etdi, bu şey yoxdur deyə biz də nədir? Yox olduğuna etiqad edirik. Amma üluhiyyət tövhidində vacib olan nədir? Tabi olmaq. Tabi olmaq. Yəni neyi əmr edirsə Allah subhanahu teala ona əmri və yaxud Resulullah sallallahu aleyhi ve sellem ona nədir? Ona riayət etmək, neydən çəkindirirsə ondan çəkinmək. Sonra tövhid kelimesinin kitap ve sünne naslarında mevcudluğu. Bu mevzumuya dairdir. Bəzi bidət əhli deyir ki, biz buna toxunmuşduq, demişdik ki, bunu keçəcəyik. Bidət əhli bəziləri deyir ki, tövhid sözü bu nədir? Yəni tövhid deyə qalmışsınız, tövhid əhli, muvahhidlər, bunlar tövhid əhli deyil, biz tövhid əhliyik. Yəni deyirlər ki, bu tövhid sözü nə sünnədə, nə ondan qabaq kitabda yoxdur. Bu yeni bir sözdür, yeni bir istilahdır. Yəni özünüzdən bir şey çıxartmışsınız. Bidət əhli bu cür tövhid əhlinə bu cür iftira atır. Ona görə buna dair yəni mövzu ayrıca bir başlıq eləmişlər müəlliflər, Allah onlardan razı olsun. Ki tövhid kelimesinin sırf o tövhid sözü ki var. Bu kelimenin kitab ve sünne naslarında yani metinlerinden mevcudluğu. Bu cür başlıq. Yani onun mevcudluğuna dair deliller getirecek. Bu da nedir? Bidət əhli həmin mövzunu davam edir. Bidət əhli iddia edir ki, tövhid kelimesini və Allahın kitabında əstəğfurullah və deyil, nədir? Bidət əhli iddia edir ki, tövhid kelimesinin nə Allahın kitabında, nə də Allah Resulünün sünnəsində əsli vardır. Yəni əsli yoxdur. Nə kitabda, nə sünnədə. Bu cür iddia edir. Bu isə boş sözdür, batıl bir sözdür. Əksinə, kitab və sünnə onunla doludur. Yəni var, az da deyil, bir deyil, iki deyil. Yəni doludur o söz. Yəni söz tövhid olaraq da gəlmişdir. Və yaxud o dediyi vahhədə yuvahhiduən, yəni tövhid bu eyni köklü məsdər olaraq və yaxud da ki, məsələn, əmir forması, əmir feili olaraq və yaxud fərqli şəkildə, yəni eyni köklü sözlər Quran və sünnədə elhamdülillah işlənir və hətta müəlliflərin dediyi kimi doludur, yəni çoxdur. Uca Allah buyurub, buna dair indi misallar gətirir. Məsələn, Əl-İsra surəsi 36-cı ayədə buyurub ki, Subhanahu Teala sən Quranda, yəni Muhammedə sallallahu aleyhi ve sellem müraciət olaraq ki, dedi ki, bir şey, biz onda da fiqh usulunda keçmişik, yəni fiqh qaydalarında da bəlkə keçmişik ki, bir müraciət Peyğəmbərimizə sallallahu aleyhi ve sellem olsa da, biz nədir? Ona xas olduğuna dair dəlil olmayınca ki, bu xas Peyğəmbərə aiddir. Məsələn, 4-dən çox qadınla evlənmək. Bu xas Peyğəmbərə aid idi, məsələn. Açıq-aşkar ayədə gəlir belə. Və yaxud başqa bir şeylər. Xas ona aid olduğu üzə çıxmayınca dəlil əsasında. Nədir? Biz bilirik ki, bu artıq müraciətdirsə, müraciət əmrdirsə, nə etsə, hamısı bütün ümmətə aiddir. Deməli, sən Quranda Rəbbinin tək olduğunu yada saldığın zaman, Rəbbin tək olduğunu yada saldığın zaman orada vahdən, yəni onun tək olduğunu zikr ettiğin zaman
Bu nedir? Allah'ı zikretmekte tövhid. Tek. Allah'ı tek tutmak lazımdır. Deməli, tek olduğunu yada saldığın zaman onlar, müşrikler, bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. Arxalarını çevirib gedərlər. İsra 36. Nedir? Burada şeyhimiz dediği kimi bu da burada fikir verin. Yada saldığın zaman, tek olduğunu yada saldığın, yani zikir ettiğin zaman, Allah'ı tek hatırladığın zaman nifret ederler. Tek tuttuğun zaman. Geri mütləq yanlarında başkası zikir olsun, onların o batıl ilahları, şərik koştukları zikir olsun, onda sevinirler ayədə var. Ha? Ama tek tutanda, tek zikir edende nifret ederler. Nedir? Burada Allah tek zikir olmuş. Mesela tek sözü vahden gelir. Uca Allah böyle buyuruyor başka yerde. Onlara değilecek. Bu ona göredir ki bir olan Allah yine hemen vahden yine gel. Bir tek olan Allah çağrıldığı zaman burada Ərəbcə doya çağrıldığı, dua edildiği, dua biz bilirik ki istek duası var, bir ibadet duası var. Ona göre bazen e, ayelerde Ərəbcə dua mənasında gəlsə də dua edin, dua edildiği zaman yani bu köklü söz əslində ibadət nəzərdə tutulur. İbadətə də bəzi təfsirlərdə İbn Abbas və digər sahabelərdən təfsirlərdə də o cür Allah'a ibadet edin, onu tövhid edin olarak təfsir olunur. Dua edin, ona ibadet edin olarak təfsir olunur. Ona göre nedir? Burada bir olan Allah buna deməli onlara deyilecek. Bu ona göredir ki bir olan Allah, tek olan Allah çağrıldığı zaman, burada dua edildiği zaman siz inkar edirdiniz. Hemen insanlara değilecek. O tek çağrıldığı zaman siz inkar edirdiniz. Ona şerik koşulduğunda ise inanırdınız. He? Yani böyle değil. Allah tövhidi olanda inkar edirdiniz. Allah'a şerik koşulanda inanırdınız. Çünkü onların dini oydu. Eşitme istediklerine inanırdılar. Bu Gafir suresi 12. ayete gelir. Sonra həmçinin o Subhanahu Teala belə buyurur. Siz bir olan Allah'a iman getirinceye kadar İbrahim Aleyhisselam'ın hakkında bu ayetler değildir. Onunla kavmi arasında olan hikaye hakkında. Deməli siz bir olan Allah'a iman getirinceye kadar bizimle sizin aranızda daim adalet, düşmançılık ve nifret olacaktır. El-Mumtehane suresi 4. Yani nedir burada? Tek olan Allah'a iman getirinceye kadar. Bu da hele tövhidin özüdür. Tek olan iman Allah'a tek. Ondan başkasına iman getirmeyeceksin. Tek olan Allah'a iman getirinceye kadar daim hemen o düşmançılığı ve sahip olacaktır. Başka ayede burada sonuncu, dördüncü olarak gelir bir ayet. O Uca Allah həmçinin Subhanahu Teala belə buyurub. Sizin məbudunuz, burada ilah sözü mənaca, sizin məbudunuz yani ilahınız, hak ilahınız kimdir? Tek olan ilahdır. Sizin məbudunuz tek olan yine nedir? Vahid, tek olarak gelir. Ve ümumiyyətlə bildiğimiz kimi Allah Subhanahu Teala'nın isimlerindendir. El-Vahid, El-Ahad ki onların aralarında fərq var ki bu isim sifət tövhidində inşallah səhv etmirəmsə gələcək. Bəzi isim sifətlər, isimler ki bu isimlerdendir. Onların mənaları aralarında eyni köklü olan isimlerin nedir? Aralarındaki fark gelecek. Ki isimlerinden el-vahid, el-ahad bir başka Allah'ın isimlerinden tek olması. Ve hemen ayette de bu cür. Sizin məbudunuz tek olan ilahdır. Tek olan ilahdır. Bu Bəqərə suresi 163. ayədir. Sonra bu sünneden olan bəlləri, burada bəzi qeydlər var, sonra baxalım. Bu en birinci nedir? Kitaptan. Allah'ın kitabından, Kur'an-ı Kerim'den olan dəlillərdir. Buna ait dediğimiz gibi yani şart değil tövhid sözü ki sünnede birbaşa tövhid olarak gelecek. Yani esas nedir? Eyni köklü sözlerdir. Eyni köklü sözlerdir ki buna dair ayelerde geçir. Allah'ın tek tutulduğu, Allah'a tek iman getirilmelidir. Allah tek zikir olmalı. Yalnız Allah'a davet olunmalı, çağrılmalıdır. Yalnız ona ibadet olunmalıdır ve bu tür eyni köklü sözler istifade olunur. Sonra sünneden ise deliller nedir? En birinci Müslim'in rahimullah Cabir'in radıyallahu anh hadisinde vida haccinde vida haccinde e, vida hacci hakkında ihraç etmiştir bir hadis. Sanki
İhraç etmiştir. Doğru. Bu hadisi ihraç etmiştir. Orada yani uzun bir hadistir vida həcci hakkında ki Peygamberimizin sallallahu aleyhi ve sellem necə həcc ettiği de var orada vesaire. Yani vida həccində neyləmiş, vida xutbəsi de var vesaire. Ama onların içinde mevzumuza dair hemen hadisin içinde orada geçenlerden neydi? Ta ki bu cür deyilir. Resulullah sallallahu aleyhi ve sellem deyir ki ta ki daha doğrusu Cabir deyir. Cabir rivayet edir hemen hadiste. Deyir ki ta ki Beyda adlı bir yer yani o yer adı. Orada olduqda, həmin o adlı, Beydə adlı yerdə olduqda Rasulullah sallallahu aleyhi ve sellem tövhidi səslə dilə gətirdi. Əhəllə nədir? Bir şeyi səslə, uca səslə elan etmək, demək, bildirmək, hə? Eşitdirmək, hə? Bu cür biz səslə dilə gətirdi olaraq tərcümə elədik. Ta ki nə oldu? Rasulullah sallallahu aleyhi ve sellem Beydə adlı yerə çatanda orada nədir? Tövhidi, ərəbcə ilə tövhid gedir. Yani nedir? Ərəbcə hətta idə kənə bil beydə əhəllə bit təvhid. Özüm belə bit təvhid ərəbcə oxudum ki, biləsiz ki, ərəbcə bu cürdür. Yəni nədir? Tövhidi səslə dilə gətirir. Tövhid. Tövhid də nədir? Burada təlbiyə nəzərdə tutulur. Həcdə, ümrədə, insan miqata girəndə, ehrama girəndə, daha doğrusu miqata çatanda, ehrama girəndə nədir? Başlayır təlbiyə deməyə. Müəyyən vaxtlar var. Nə vaxta ki, deməlidir, ehramda olan, olanlar məsələn təlbiyə gətirməyə başlayırlar. Təlbiyə. Ləbbeyk Allahumma ləbbeyk və tövhid. Bunu neyinir? Cabir radiyallahu anh sahabə ki bu dini sahabələr kimdən öyrənmiş? Peyğəmbərdən sallallahu aleyhi ve sellem ki biz ən başda həmin o qaynaqlar, niyə görə sələf salih, niyə görə ən başda sahabənin fəhmi, sələf salihin fəhmi səbəblərdən biri nə? Onların Quranın nazil olmasını onlar o vəhin nazil olması hansı səbəbdən nazil olur və hədislərin varid olma səbəblərinin hamısı birbaşa şahidi olublar. Biliblər sadəcə yox, şahidi olublar və digər xüsusiyyətlərinə görə. Və həmən sahabə rivayət edən bu hədisi Cabir radiyallahu anh nə deyir? Həmin o təlbiyəni tövhid olaraq adlandırır və deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem həmən yerdə olduqda artıq nədir? Tövhidi izhar etmiş, səslə dilə gətirmişdir. Və tövhid bu təlbiyəyə baxaq. Təlbiyə nədir? Ləbbeyk Allahumma ləbbeyk. Ləbbeyk Allahumma ləbbeyk. Ləbbeyk nə demək? Qarşındayam, dəvətlə icabət etmişəm, gəlmişəm. Ləbbeyk Allahumma ləbbeyk. La şərikə ləkə ləbbeyk. La şərikə ləkə ləbbeyk. Yəni sənin heç bir şərikin yoxdur. Yenə deyir ləbbeyk, qarşındayam, əmrinə müntəzirəm. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk la şərikə lək. Belə oxuyaq, yarı-yarı yoxsa şey deyir. Deməli, həqiqətən həmd, nimət sənə məxsusdur. Mülk də sənə məxsusdur. La şərikə. Yenə deyir, nə? La şərikə lək. Səndə nədir? Şərikin yoxdur. Nedir bunu? Bunu nedir? Sahabe tövhid adlandırmıştır. Nedir? Sen teksen, senin şərikin yoxdur. Sen teksen, senin şərikin yoxdur. Bunu hemen o təlbiyəni nedir? Tövhid adlandırmıştır. Onların anlayışında çünkü bu Allah'ı tek saymaq və onun şərikinin hiçbir şərikinin olmadığını etiqad etmeyi, bu cür demeyi, bunu etiqad etmeyi, bunu saymaq demek nedir? Bu tövhiddir. Bu birinci hadisiydi. İkinci hadis iki səhihdə, yəni iki səhih nədir? Buxari və Müslim səhihi nəzərdə tutulur. İki səhihdə Peyğəmbər sallallahu aleyhi və səlləm Muazı Yəmənə radiyallahu anh onlarda Yəmənə göndərdiyində nədir? Ona belə buyurmuşdur. Yəmənə göndərir. Həm dəvət olaraq, dəvətçi olaraq, həm qazi, hakim olaraq. O nədir? Nümayəndə. Bu dəlilin özü nə? Bu hədis özü həmçinin nəyə dəlildir? Ara sıra belə bəzən gündəmdə olan, müxtəlif, yəni ixtilafda olan bidət əhli tərəfindən və yaxud da ki, deyilən sözlərə aid bir işarə oldu da yadımıza düşdükcə bunu deyərik. Bu həmçinin nəyə dəlildir? Bu tək insanın xəbərinin qəbul olunmasının, o biz fiqh usulunda keçdiyi mütəvatir rivayətlər, xəbərlər var idi, bir də əhad deyilən, mütəvatir olmayanlar. Düzdür? Məsələn, burada cəmsi bir sahabənin Muazı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öz adından, din adından, Allah'ın adından, din adına yəni o insanlara dəvət etsin, o insanların arasında şəriətinə hökm versin. Bir insan gelir. Deməli nədir? Bir insanın xəbəri qəbuldur, qəbuldur. Kifayətdir ki, isnad səhih olsun. İsnad da nədir? Muaz radiyallahu anh Peyğəmbərdən birbaşa sallallahu aleyhi ve sellem rivayət edir, hökm verir, onun adından deyilir, dəvət edirdi və s.
Deməli nədir? Həmən bu cür Muazı göndərəndə Yəmənə nə demişdi ona? Sənin onları çağırdığın ilk şey, yəni gedəcəyin insanlar, orada hətta deyir gedəcəyin insanlar əhl kitabı və s. bu mövzumuza dair əsas yerdəsə hədisin kitab hissəsidir. Sənin o insanları çağırdığın ilk şey uca Allahı tövhid etmələri olsun. O ərəbcəsini deyim ki, həmən yeri nədir? Ən yuvahhidullaha, ən yuvahhidullaha Teala. Biz nə oxuduq əvvəldə? Vahhədə yuvahhidu təvhidin. Həmən tövhid sözün bu feilidir. Ən yuvahhidullaha Teala. Yəni sənin ilk çağıracağın onları şey nədir? Nəyə çağıracaqsan? İlk başda onları Allahı tövhid etmələri olsun. Çağıracağın ilk şey. Yəni Allahı tövhid etmələrə. Bu isə Buxarinin ləfsidir. Buxar və Müslim rivayət etmiş. Sırf bu ləfs Buxarın ləfsidir. Başqa ləfsdə rivayətdə var ki, Allaha ibadət etmələri. Və rivayətlər bir-birini nədir? Təfsir edir, bir-birini bəyan edir. Məsələn, bir rivayətdə nə keçir? Allah'a tövhid etsinlər. Bir rivayətdə Allah'a ibadət etsinlər. Allah'a ibadət etmək elə Allah'a tövhid etməkdir. Allah'a tövhid etmək elə Allah'a ibadət etməkdir. Ki, buna dair bu cür rivayətlər var ki, bir-birlərini ancaq nədir? Təfsir edirlər. Bu nədir? Necə ki, ayəni ayə ilə, məsələn, hədisi də hədislə təfsir etmək var. Rivayətləri alimlər nədir? Cəm eləyirlər. Burada gələn ləfsi, orada gələn ləfslə izah edirlər və yaxud buradakı ilə onu izah edirlər. Bəzən fiqh üsulunda keçdiyimiz burada ümumidirsə onu məhdudlaşdırırlar, təxsis edirlər əgər məhdudlaşdırıcı bir qeyd varsa. Deməli nədir? Bu hədislərdə birbaşa Allahı tövhid etsinlər olaraq keçmişdir. Üçüncü hədisdə Rasulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Belə də buyurmuşdur. Allahı tövhid edib ərəbcə baxacaq. Mən vahhədəllahə burada da. Vahhədə yuvahhidə həmən nədir? Tövhid sözünün feili gəlir. Eyni tövhid bu feilin məsləridir. Mən vahhədəllahə kim Allahı tövhid edərsə. Biz sadəcə indi cümlə ərəb dilinə bizim dilə uyğun tərcümə etmişik. Ardıcılığa görə. Allahı tövhid edib ondan başqa, Allahdan başqa ibadət olunanları, edilənləri inkar edən hər kəsin bu iki şərtlə Allahı tövhid edib, ondan başqa ibadət olunanları inkar edən hər kəsin malı və canı haramdır. Toxunulmaz mənasında haramdır, toxunulmaz. Yəni kim Allahı tövhid edərsə, Allahdan başqa ibadət olunanları da inkar edərsə, artıq onun hər kəs, bu cür olan hər kəsin malı və canı haramdır, yəni toxunulmazdır. Hesabı isə Allah'a qalır. Başqa rivayətdə var, Allahın haqqı istisna və s. Yəni zəkat əhlidir, zəkat vermirlər, nədir? Malı toxunulmazdır, yox, malı əlindən alınır. Yəni cəza olaraq malın yarısı əlindən alınır, zəkatdan əlavə və s. Fiqh əhkamlarda əsas deməyim nədir? Ara sıra niyə görə biz gətirək bunu? Fiqhdə biz fiqh üsulunda keçmişik. Yəni necə ki bidət əhlidir. Bir hədis gətirir, la ilahe illallah deyib ölən son sözü la ilahe illallah onun cənnətə girer. O qədər la ilahe illallah son sözü olanlar bəlkə var ki, şirk içində ölürlər. Küfür içində yaşayıblar da, doğulublar da, böyüyüblər də, elə də ölüblər. İndi o yalnız bu hədisi götürüb səhi hədisdir. Yəni, yalnız bu hədisi götürüb ona görə hökm çıxarmaq doğrudur, yox. Bu mövzuda olan bütün hədisləri hamısı, necə ki, Quranda bütöv nəsx olunmuş ayələr var, hədislərdə də nəsx olunmuş hədislər var və yaxud da dediyimiz o ümumi var, digərində bu xüsusiləşdirilir, mütləq var, təqiyyi dediyimiz qeyd olunur. Yəni bu cür hamısını bir yerdə bütöv şəkildə baxmaq lazımdır. Bunu da digəri ilə izah edib hamısını ortaya çıxarıb, ondan sonra nəticədə hökm çıxarmaq. Ona görə bu hökm çıxarmaq kimin? Bu sizin, bizim işimiz deyil. Bu alimlərin işidir ki, onlar bütün Quranı, Allahın kəlamını təfsirləri ilə bilirlər. Sünnəni də hamılıqla. Bizdən sorursaq, sünnəni biz başdan əvvəl, şəxsən biz öz adımıza danışaq. Bəlkə də indi kimsə oxuyub, bizim yəni səsləndiyimiz, dərs dediyimiz insanlar. Amma yəni bütün sünnəni heç hamısını hədislərini oxumamışıq. Qaldı ki, onların hansı səhiyyidir, hansı zəifdir, üstəlik onların şərhi nədir, o nəsx olunanı varmı, yoxmu, hansı nəsx olunub ki, var nəsx olunub, oradan çıxan əhkamlar və s. Bunları hamısını bilməyə bizim səlahiyyətimiz çatmır axı hökm çıxaraq bu şeylər. Ona görə bu nədir? Hamısını bir yer. Ona görə yəni bir nəsə görüb dərhal oradan hökm çıxaraq bu beləymiş yox. Orada artıq bir gözəl bir
şərh olarsa o bir kitabı, artıq o alim o bütün hədisləri oxuyub, hədisdən danışırıqsa, şərhini də bilirsən, nəticədə bir xülasə olaraq sənin önünə bir şey qoyubsa, biz bilmirik, o bilir. Yəni, xülasə qoyarsan, sən də ancaq özün kimi o bir alimin sözü olaraq nəql edə bilərsən ki, filan kitabda, filan dərsdə, filan nə bilim neydə e, filan alim bu cür hökm çıxarmışdır bu hədisə əsasən. Deməli nədir? Malı və canı haramdır. Yəni bunu sadəcə qeyd olaraq dedi ki, malı və canı, yəni buradan yapışıb hər bunu hətta tövhid əhlidir. Allahı təkləşdirir və ondan başqa ibadət olunan bütün şeyləri inkar edir. Biz dedik bu tövhid əhlidən. Biz deyinə malı və canı haramdır. Və salam. İndi onu bu hədisi sadəcə götürsək zahirinə görə, o deyirik məfhum. Anlaşılan nədir? Əks məfhum. Deməli, bu insan nə edirsə eləsin, bunun canına toxunulmaz, malına toxunulmaz. Halbuki başqa hədisdə var. Üç şey nədir? Qisas olaraq canı alına bilər qisas olaraq. Allah qorusun, evli zinakardır. Evli dediyimiz muhsən, o evli olmaya da bilər. Nə vaxtsa səhi nikahda olubsa da, indi evli olmasa da zina eləsə, daşqalaq olunar, canı əlindən alınarmı? Alınar. Deməli, nədir? Bütün hamısı bu cür bir yerdə zikr olunur. Malı da həmçinin az öncə dediyimiz zəkatdır və s. Məsələn, görürsən ki, yəni o malda haqqı varsa, Allahın haqqı istisna. Başqa hədisdə deyirik ki, o malın toxunulmazlığı yox. O malın haqq edilən hissəsi əlindən alınar. Deməli, bu hədisi Müslim ixrac etmişdir. Bu hədisi Müslim ixrac etmişdir. Və sonuncu burada gətirilən hədis, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem başqa hədisdə buyurmuşdur ki, həmçinin belə buyurmuşdur. İslam 5 şey üzərində qurulmuşdur. Məşhur hədisdir. Yəni, məşhur, məsələn, İbn Ömərdən gəlir, radiyallahu anh, 5 şey üzərində qurulmuşdur, bina edilmişdir. Allahın tövhid edilməsi, bu bir. Namazın iqamə edilməsi və sair üzərində. 3 nöqtə. Əsas nədir? Mövzumuza dair şahid olacaq. Məsələn, hissəni gətirilən müəlliflər. Ən birinci nədir? Allahın tövhid edilməsi üzərinə bina edilmişdir. Bu 5 şeydən biri. Və deyilən kimi əsasların əsasıdır bu. Üsulludur, üsulların əslidir. Təməllərin təməlidir tövhid. Başqa rivayətdə nə? Bir çox, hamımız inşallah çoxun. Başqa rivayətdə həmən o birinci Allaha tövhid edilməsi, bunun yerinə nə zikr olunur? Bu rivayəti kim? İki şeyxin rivayət etdiyi bir hədistir. Yəni, həm Buxari və Müslim rivayət etmişdir. Bu ləfsi isə Müslimə aiddir. Yəni, bu ləfs Allahı tövhid edilməsi, Allahın tövhid edilməsi, bu ləfs və s. hədisin axırına kimi Müslimə aiddir. Başqa rivayətlərdə, başqa ləfslərdə yerinə gəlir, həmən o Allahın tövhid edilməsinin yerinə, onun tam yerində birinci olaraq nə gəlir ki, onu əvəz edir və dediyimiz kimi onu təfsir edir. Allahın, yəni la ilahe illallah şahidlik etmək və Muhammed Resulullah sallallahu aleyhi ve sellem olmasına dair şahidlik etmək. Yəni Allahın tək haqq məbud olduğuna və Muhammedin də sallallahu aleyhi ve sellem onun nədir? Elçisi olduğuna dair şahidlik etmək. Deməli nə? Kəlmə-i şəhadət tövhiddir. Allah'a tövhid etməkdir. Allah'a tövhid etmək elə kəlmə-i şəhadətdir. Bir-birini təfsir edən rivayətlərdir. Bu qədər dərsimiz. Sonda nə etmək istəyərdim? Yenə əlavə buna. Biz nə? Tövhid bu sonuncu mövzu. İki mövzu burada. Tövhidin tərifini, məqamını keçdik ki, məqamı daha doğrusu gələcək. Başlıq bu cür başlayır. Amma bu hələ ki, tövhidin tərifinə dair bir hissə idi. Gələn dərsdə tövhidin nədir? Həmən o məqamı, səviyyəsi, əhəmiyyəti və fərdə və ictimaiyyətə, topluma olan təsiri gələcək. Burada əsas nə? Tövhidin tərifini keçdik, müəlliflərin verdiyi qədər və tövhid kəliməsinin və yaxud eyni, yəni köklü kəlmələrinin Quranda, Quran-ı Kərimdə və sünnədə, səhih sünnədə fikir verin. Ancaq Buxari və Müslimdə hədislər gəldi. Yəni Buxari və Müslimin kitabları nədir? Alimlər dediyi ki, yer üzündə Allahın kitabından sonra ən səhih kitablardır. Buxarinin səhih, sonra Müslimin səhih. Yer üzündə Allahın kitabından sonra ən səhih kitablardır. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem adına rivayətlər orada gəlir, yəni ondan hədislər gəlir. Deməli, indi Quran və sünnədən sonra bizim Şeyx Əd-Dümeyci
Bəzi kitabların ki, mən də sizə bunu deyim, faydası olsun ki, məsələn, indi bidət əhli iddia edirlər ki, bu tövhid sözü təzə bir sözdür, özünüzdən bir şey çıxarmır. Halbuki indi bu bidət əhlindən bəlkə də mövcud olduqlarından da çox-çox qabaq bir çox alimlər öz kitablarını və yaxud kitabının bir fəsilini tövhid olaraq, sırf bu tövhid ləfzini adlandırmışlar. Ki bunlardan biri həmən bu istinad etdiyimiz İmam Buxari məsələn, Səhih kitabı ki var, yəni o Səhih Cəmi, bu Cəmi Səhihə, bu Səhih kitabı ki var, bu kitabın ən sonuncu fəsli elə kitab adlanır. Yəni kitab niyə? Bir çox babları olduğu üçün kitab adlanır. Kitab-ı Tövhid olaraq adlandırır. Son fəsli. Bu cür. Kim? İmam Buxari neçənci ildə? 256-cı ildə vəfat etmişdir. Ən çox alimlər görürsünüz vəfat tarixi ilə zikr edilir. Yəni Hicri 3-cü əsrində artıq vəfat etmişdir. Rahimullah. Və öz kitabında belə o dövrdə yəni bu kəlmə məruf idi. Bu termin tövhid, bu istilah, bu söz məruf idi, bilinən bir şey idi və o sözlər istifadə olunaraq kitablar və ya kitabların fəsilləri adlandırılardı. Ondan sonra mesela Abu'l-Abbas İbn Süreyc. Abu'l-Abbas İbn Süreyc o da 200 daha doğrusu 306. Bukhari'den bir neçə il yani bir 50 yıl sonra tam 50 yıl sonra 306. ildə vəfat etmiştir. Vəfat etmiştir. Yani 3-cü əsrin sonlarına qədər yaşamıştır və onun da nədir? Kitab-ı Tövhid adlı kitabı var. Bunların hamısını oxuyacağımız burada bir iki alim de var. Tövhid adlı kitaplar var. Kitapların adları uzundur. Uzundur. Sadece esas o kitabın adının içinde Kitab-ı Tövhid sözü de geçir. Tövhid kelimesi bu cür keçir diye kitabın adı, kitabın ismi olarak geçir. Deməli ne oldu? Abu'l-Abbas İbn Süreyc onun da Tövhid adlı, Kitab-ı Tövhid adlı kitabı var. 306. ildə vəfat etmiş. Bunu niyə görə zikr edirik? Niyə görə alimlər zikr edir? Bu inşallah gələcəyinə də məsələn ən çox ixtilaf mövzusu olan bu gün özlərini əhl-i-sünnətə nisbət edirlər. Əşarilər olsun, maturidilər, mufavvıdə və s. Onlar da məsələn deyirlər bu sonradan çıxıb, bu sonradan çıxıb. İnşallah görəcəksiniz ki, yəni bu sonradan çıxıb dediyi sözlər ki var, o sözləri onlar bəlkə imamları belə mövcud olandan öncə imamları, onların imamları çoxsu ən belə deyil, erkən, tez yaşayan, yəni hicrətin 4-cü əsrlərdə 300 neçənci, 400 neçənci, müfavvıd ümumiyyətlə 500 neçənci illərdə, yəni ilk o sözü dilə gətirən imamları o əsrlərdə yaşayırlar. Və alimlərimiz ona görə kitablar olsun, inşallah o dediğimiz ki Abdurrazak, Şeyh Abdurrazak Əl-Badr'ın keçdiyimiz onlar, o şərhlərdə keçdiyimiz kitablar çox gözəl tərtibdə ikinci mərhələdə, birinci mərhələdə yox, ikinci mərhələdə yəni istər Hənəfilərdən, istər Maliklərdən, istər Şafilərdən, istər Həmbəllərdən. Çünki bugünkü gündə yeni Həmbəllər adlandırılan və yaxud da alimlərin onları adlandırdığı Əl-Hənəbəl Cüdud, yeni Həmbəllər özlərini Həmbəli adı ilə istifadə edib, Əhməd bin Həmbəlin adından istifadə edib, rahmanullah. Sonra deyirlər ki, güya o da onların etiqadında idi ki, onların etiqadı Əşərilərin ikinci etiqadı. Tövbə eləyib keçdiyi, yağışdan yağmura düşdüyü, çünki həqiqətən yağışdan yağmura düşüb. Çünki İbn Teymiyyə rahimehullah onların haqqında ən xəbis, isim-sifət tövhidində ən xəbis firqə sayılır. O mufavvudə, təfvid ki, alimlər ona əhli təcihil deyirlər, yəni həvalə edirlər. Keçəcəyik, keçmişik də biz əslində bunları. İnşallah burada daha təfsilatlı keçəcək. Yəni onlar o əşərilərdən də pisdir əslində. Onu görə deyirəm, yağışdan yağmura düşürlər. Bu İstər dediyimiz kimi bu dörd məzhəbin həm Hənəfi, Maliki, Şafi və Həmbəlilərdən olan alimlər həmən o bidət firqələr, bidət düşüncələr çıxandan öncəki o məzhəbdən olan öncəki imamlardan onların kitablarını nədir? Keçirik. Bu cür keçdik daha doğrusu şərhin və bu nə üçün? Həmən o şeyx də dediyi kimi bu onun üçün ki özünü Hənəfiyə nisbət edən, Malikiyə nisbət edən, Şafiyə və Həmbəliyə nisbət edənlər görsün ki, bu məzhəbin çox qabaqki ilk nədir? Əsrlərdə yaşayan, hicri əsrlərdə yaşayan alimləri, imamları, o dövrün imamları o məzhəbin bu etiqadda idilər. Həmən bu gün Vahabi olaraq adlandırdığı, iftira atdığı ki, bunlar bidət, bunlar əhl-i sünnədən deyil, 5-ci məzhəb və s. bu etiqadda idilər.
Ona görə nədir? Bu tarixləri də oxumaq məqsəd odur əsas, vurğulamaq. Ki, baxın, ondan sonra baxın ki, bu sözü deyən ki, ay tövhid sözü yeni çıxan sözdür. Onu baxın, o sözü çıxardan ilk kəs kimdir? O özü neçənci əsrdə yaşayıb? Yəni, yəqin ki, 1-2 əsr, 3 əsr bundan qabaq yaşayıb, ondan öncə heç yaşayanlar olmayıb. Ona görə bu tarixlər vurğulanır. Sonra İbn Xuzeymə məşhur, onun da Tövhid kitabı adlı, Tövhid adlı kitabı var. İbn Xuzeymə o da 311-ci ildə vəfat edib, vəfat. Yəni bu hamısı vəfat tarixləridir. Ondan sonra İbn Məndə, o da məşhur mühəddislərdəndir, hədis əhlidir hamısı. O da onun Tövhid adlı kitabı var. 3 cilddən ibarət. O da həm də bunlar hamısı İbn Xuzeymən ki, Əbul Abbas İbn Süreycin bilmirəm, amma İbn Xuzeymə olsun, İbn Məndə olsun, Buxari məlumdur. Bunlar hamısı çap olunub, yəni açıq çapdadır, mətbəədən çıxıblar, yəni belə deyil. Çünki bəzi kitablar var, məsələn, ad olaraq keçir, filan alimlər deyir ki, filan alim filan kitabı var, amma istər o bəlkə Mağolların hücumunda və yaxud Teymurləyinin hücumunda və yaxud kimlərin şeyində kitablar görürsən ki, və yaxud öz-özünə məsələn kitablar olsa itib. Tarixdə var, belə bir kitab var, amma o kitabdan heç nə qalmayıb və yaxud da bəzi səhifələr və yaxud neçə cildlikdən bir cild qalıb, yox. Ona görə bunu da qeyd edir ki, bu kitablar isə yəni əlhamdülillah mövcuddur. Kimsə deməsin, ya bu kitab deyirlər, belə bir kitab yoxdur əslində. Yox, mövcuddur əlhamdülillah. Bu da İbn Mandanın da 3 cildli Tövhid kitabı. Bu alim də rahimullah 395-ci ildə, Hicri ildə vəfat etmiş. Və ondan sonra ümumiyyətlə daha çox bu adlı kitablar təlif olunmuşdur, təsnif olunmuşdur. Deyəcəyimiz bu qədər. Burada baxaq nəsə ki, əsas belə başqa bir qeydlərdən deyəcəyimiz bir şey yox inşallah. Yoxdur inşallah. Əsas şeyləri demişik. Allah bize işte faydalanlardan eləsin. Allah bize hakkı hak olarak göstersin. Ona tabi olanlardan eləsin. Batili de batil olarak göstersin. Onu çekinenlerden eləsin. Ve aqulu qawli hada. Estağfurullah ve lekum bi sayyidin muslimin. Subhanakallahumma ve bihamdika. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Allahümme salli ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.